Allah Teala arzusunda olan hər bir kəsə belə bir gözəl ev qismət eləsin. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizə 3 sot torpaq sahəsində möhtəşəm bir 6 otaqlı evimizin təqdimatındayım. Dəyərli izləyicilərimiz, həyətyanı sahəsini və dekorativ ağacları görürsünüz. Sağında, solunda bağ sahəsi və hər birisi istifadə olunub rahat şəkildə. Gördüyünüz evimizi tərifləməyə dəyər, anlayışı olan, bilən şəxslər biləcək, bilməyənlər onsuz da yenə də əvvəlki kimi bilmədiklərini danışacaqlar. Həyətində pisetkasında kimi var, dəyərli izləyicilərimiz. Çox gözəl, keyfiyyətli işlərdən istifadə olunur. Yəni, tikinti zamanı istər material, istər təmir çox mükəmməldir. Həqiqətən çox mükəmməldir. Tərifə layiqdir ki, tərifləyərəm. Üz görünüşü möhtəşəm, yerləşmə yeri ondan da möhtəşəm. Hörmətli izləyicilərimiz, həyətə daxil olan avtomobil qapısı rahat şəkildə bu hissəyə 6 avtomobil daxil olur. 6 avtomobil bu hissəyə qazon sahəsi əkilib, dekorativ ağaclardan istifadə olunub. Həyətyan sahəsində geniş bisetkası, bütün kommunalları var. Həyətin işıqlanmasına kimi hər birisi görsən yaxın məsafədən quraşdırılıb. Ən əsas da odur ki, istəyirdiniz ki, evin sağına, soluna keçmək olsun. 60-70 sm bu hissədən məsafə qorunub, arxasına, digər yan tərəfindən də keçmək olur. Yerdən kürsülüdür. Yerləşmə yerini açıqlayacağım sizə, hörmətli izləyicilərimiz, təqdimata keçməmişdən öncə. Yerləşmə yeri möhtəşəm. Masazıra daxil olmayacaqsınız. Abşeron rayonu Masazır qəsəbəsi. Birbaşa Bakı-Sumqayıt yolundan, Gənclər şəhərciyini keçəndən sonra Monza restoranının yanından evə maksimum 3 dəqiqəliyə, ən gecə 3 dəqiqəlik məsafədir. Evimizə daxil olarkən, baxın, belə bir gözəl dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsilə aparılır. Geniş dəhlizi var, 6 otaqdan ibarətdir. Yəni, qohum, əqrəba, dost, tanış, nə qədər gəlsə yatmaq otaqları var. Sol tərəfdə yerləşir mətbəx. Yəni, hamısı da genişdir ya, yəni yığcam otaqlar deyil. Mətbəxə baxın, mətbəxin genişliyi bəllidir, ölçüsündən bəllidir. Vitraj pəncərə həyətyanı sahəsinə baxın, mebel arası, mebel altına kimi işlənilib. Qəşəng, səliqəli bir evdir. 2-ci mərtəbə qalxan pilləkənlər və bu hissədə yerləşir 1-ci mərtəbədə olan yataq otağı. Çıl-çıraqlardan və figurlardan işlənilib, gizli işıqdan təchiz olunub. Aynaların ən əsas odur ki, hər birisinin qarşısı açıqdır. Nəhəng evdir. Evimiz çöldən çölə 200 kvadrat sahəsi var. Hörmətli izləyicilər, 200 kvadrat. Tavandan yenə çıl-çıraqlar figurlardan bəzədilib. Pəncərələri həyətyanı sahəsinə baxılıb. Bura qonaq otağıdır. Ölçüsü genişdir, çox səliqəli. Umluqda qoşa daşdan inşa olunub. Fundament, kəmər, mərtəbə arası monolit beton və əlasından. Çox keyfiyyətli iş görülüb. Tərifə layiqdir, tərifləyirəm. Yəni, boş-boşuna tərifləmirəm ki, anlayışı yenə əvvəl videonun təqdimatında dediyim kimi, əvvəlki kimi anlayışı olanlar gəlib baxsınlar, görəcəklər ki, necə iş görülüb. Sanitar qovşaqda duş kabinasına kimi yeri ayrılıb, hər birisi 60-ın 1-20-yə qranit metrlardan işlənilib. Tavanı asma tavan. Qalxırıq 2-ci mərtəbə. Deməli, 1-ci mərtəbədə mətbəx, bir yataq otağı, qonaq otağı, sanitar qovşaqdan ibarətdir. 2-ci mərtəbədə də yerləşir 4 yataq otağı, sanitar qovşaq, eyvana çıxışı var. Pilləkəndən qalxdıqda sol tərəfdə yerləşir sanitar qovşaq. Yenə də asma tavanla, qranit metrlardan işlənilib. Burada yerləşir dəhliz, geniş dəhlizi var. Yataq otağından birincisi. Bu hissədə yerləşir növbəti yataq otağı. İkinci mərtəbədə olan 3-cü yataq otağı. Dəhliz vasitəsilə eyvana çıxışını onu göstərəcəm. Ətraf hamısı yaşayışdır, böyük evlərdir hamısı. Möhtəşəm ərazidə yerləşir, həqiqətən də eyvandan. Baxın. Böyük həyətyan sahəsi var. Ətraf hamısı görünürsünüz ki, böyük evlərdir, geniş məhəlləsi var. Rahat şəkildə birbaşa Bakı-Sumqayıt yolundan, Monza restoranının yanına evə gələn yol 051 635 17 97 nömrəmizdə əlaqə saxlayıb gəlib bu evə sahib ola bilərsiniz. Qiymət yaddan çıxmışdır. Qiymət də möhtəşəmdir. 168.000 start qiymətdir. Real müştərilərdən təbii ki, qiymətlə razılaşmaq da olacaq. Bir daha nömrəni xatırlayım, 051 635 17 97 nömrəmizdə əlaqə saxlayın. Gəlin bu evə sahib olun, bu ev həqiqətən də tez satılacaq. Çünki çox bəyəniləsi, çox keyfiyyətli, layiqli evdir.
öz müştərisini gözləyir, əlaqə saxlayın, gəlin sahib olun. İzlədiyi üçün hər birinizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.